Bugün sizlərə artikl mövzusundan 2019-2025-ci illərdə buraxılışa düşmüş bir neçə sualın izahını vermək istəyirəm. Çox diqqətli olaq və qeydlər götürməyi unutmayaq. Uşaqlar, baxırıq birinci sualımıza. Biz bilirik ki, dağlar silsilə şəklindədirsə, yəni cəmdədirsə, onda artikl istifadə edirik. Lakin burada olduğu kimi təkdədirsə, onda artikl istifadə etmirik. Tək dağ adları ilə artikl istifadə edilmir. Deməli, baxıram ikinci tərəfimizə. Baxın, burada Island of Honshu. Yadımızda saxlayırıq ki, əslində adalar qrupundan söhbət gedirsə, cəmdədirsə, onda biz də artikl istifadə edirdik. Lakin təkdədirsə artikl istifadə etmirdik hal-hazırda olduğu kimi. Lakin burada da artiklından istifadə etməliyik. Səbəbi isə ofdur. Baxın, burada Honshu'nun yanında birbaşa Island yazılsaydı, Honshu Island olsaydı, onda deyəcəkdik tək bir ada adıdır, artikl istifadə etmirik. Lakin belə ofla verilən halda yadınızda saxlayın, mütləq ismin qarşısında artiklımızı verməliyik. The Island of Honshu. Daha sonra baxıram üçüncü hissəyə. Orada isə highest üstünlük dərəcəsinin göstəricisidir. Bilirik ki, üstünlük dərəcəsi ilə də artikl istifadə olunur. Düzgün cavabımız oldu B bəndi. Bu hissəsində çox diqqətli olun. Daha sonra baxıram ikinci testimizə. Baxın, bu sayda bir testdir. Artıq biz bilirik ki, by nəqliyyat vasitələri ilə vasitəsi mənasında istifadə edilişdə artikl işlətmirik. Yəni, by train, we usually go by train. Biz adətən qatar vasitəsi ilə gedirik. Artıq vasitəsi ilə mənasında olduğu üçün artikl istifadə etmirəm. O da yegəni E bəndindədir. Və baxın, ikinci tərəfimizdə bus artıq bysız istifadə olunubdur. Sayılı bilən tək isimdir. Mütləq də artiklımızı istifadə edirik. Baxın, əslində bu da çox sadə sualdır. Üçüncü də çox sadə sualdır. Siz bəzən deyirsiniz ki, belə sadə suallar buraxılışa düşər. Bəli, düşür. Yəni, bilənə sadədir dediyim kimi. Baxırıq, üçüncü testimizə yenə də by bus var. Nəqliyyat vasitəsidir. Burada bas, ona görə də artikl istifadə etmirik. Cavabımız E bəndidir. Birinci səhvdə də yenə artikl istifadə etməməliyik. Go to school. Baxıram dördüncü testimizə. Dördüncü testimizdə uşaqlar Washington yazılıbdır birinci yerdə. Biz bilirik ki, qitə, ölkə, şəhər, ümumiyyətlə yer bildirən adlarla biz artikl istifadə etməməliyik. Ona görə də birinci hissədə artikl yazmırıq. İkinci hissəmizdə state, republic, emirates, kingdom bu sözlər varsa mütləq də artikl istifadə etməliyik. Ona görə də artiklımızı yazırıq. Daha sonra Pacific Ocean artıq bütün sözləri ilə də artikl istifadə edirik, bilirik. Sadəcə olaraq lake sözünü görsək, göl sözünü yəni, onda da artikl istifadə etmirik. Qalan bütün hallarda sözləri ilə də artikl istifadə edilir. Düzgün cavabımız olacaqdır A bəndi. Daha sonra baxıram 5-ci testimizə, yenə də river çay deməkdir, soyuq səslidir, mütləq də artiklımı verməliyəm. Burada sözləri ilə də artikl işlənir. Force 4-cü deməkdir, sıra sayıdır, sıra sayıları ilə mütləq də artikl istifadə edirəm. Düzgün cavabımız oldu C bəndi.